işlənmiş yox, təzə avtomobil alırsan ki, heç olmasa bir 2 il, 3 il, 5 il usta görməyim, ümumiyyətlə rahat yaşayım. Və sənin aldığın o təzə çanqan, belə qarlı, küləkli havaların birində pillələr qutusu, transmisiya dağılır və maşın gəlir emalatxanaya. Sürətlər qutusunun içərisində olan əsas filtr, baxın, kağızdır. Və çöldə olan mikrofiltr. Bu da kağızdır. 100 min yaxın yürüyüşü yoxdur. Yaxşı, niyə olub belə? Təzədir də, yəni çox belə qəbul edə bilmirəm mən bunu şəxsən. Yəni sürücü bəlkə aqressiv sürüb, bəlkə nə bilim nəsə düz eləməyib. Və niyə görə avtomobili sökmüşük? Əsas məsələ. Yaxşı, bəs indi bu sürücü nə qədər xərc gözləyir? Bu sürücünü hardasa aşağı, yuxarı bir... Mən eyni sualla birinci Mehdi Ustaya müraciət etmək istəyirəm. Mehdi Usta yenə də, hələ də təzə avtomobil yoxsa işlənmiş avtomobil? Belə də yoxdur. Belə də yoxdur, amma. Bir də var ki, qar yağır, maşın gəlib ustada qalıb və onda nə mənası oldu bu təzə avtomobilin? Söktüyümüz avtomobil 2023-cü il Çanqan avtomobil üzərində olan zaman o səki seçmişəm. Yəni baxırsan ki, hər şey yağın içində də görürsən. Bax, dişli saxların hələ mən sıradan çıxan görməmişəm. Təzə almışam ki, istəyirdim ki, usta özü görməyim. Usta da ki de, usta özü. Yenə gəldi mən deyəm. Qardaş, ayrı-ayrı növlərdir. Dişli çaxlar. Dişli saxlarda. O səsi biz indi efirə veririk. Səsi mən çəkib onu ayrıca. Səsi bəli, mən çəkmişəm avtomobili sökməni. Sürətlər qutusu, baxın, görürsünüz budur. Avtomobil 7 pillə ezgi sürətlər qutusudur və bu avtomobilin üzərində 5 pillə mexaniki sürətlər qutusu gəlir.